Quran oxumusunuz tərcümə. Başda nə yapacaq? Yəni, siz tutmuşsunuz da İslamda tövhidin ruhunu, tövhidin önəmini. Sən Şiə məzhəbində tövhidə aid nəsə görmüsən? Belə deyim də, tövhidə aid. Və belə deyim, indiyə necə nəsə oxumusunuz? Məsələn, nə? Elə də kökündən vurma. Yaxşı, nə görmüsünüz? Görmüşəm, əşhədə ən la ilahə illallah. Kəlməni demirəm. Məhəmməd. Yo, o demirəm. Yo, başa düşmürəm. Yo, mən ondan danışmıram. Axirət demirəm. Mən əməli olaraq, məsələn, insan la ilahə illallah deyir. Məsələn, insan deyir ki, la ilahə illallah evin qabağından keçir. Qışqırır la ilahə illallah. Deyirsən, hara gedirsən? Deyir, pirə. La ilahə illallah deyə gedir. O kəlməni batilləmək üçün. Gedir orada nə edir? Allahdan qeyrisinə qurban kəsir. Allah subhanət hala deyir ki, fasalli li rabbika vanhar. Rəbbin üçün qurban kəs. Rəbbin üçün namaz qıl. Gedir Allahdan qeyrisinə qurban kəsir. Gedir qəbri tavaf edir. Deyir ki, ya mənə övlad ver. Misal üçün də, yəni bu ehtiyac yoxdur salamağa. Kəlmədən danışmırıq. Biz o kəlməni yaşamaqdan deyirik. Əlinin nəyi var, nəzirsin? Əli harada, nətər? O məndən soruşma, o onlardan soruş. Ciddilə ki, qardaş, sən niyə Allahdan Allah subhanət hala deyir ki, fələ təd'un ma'allahi əhədən. Allahdan qeyrisini çağırma. Quranda nə qədər ayələr var. Bu isə Allahdan qeyrisini çağırmır, heç ümumiyyətlə Allah'a çağırmır. Axırıncı dəfə Hasan ya Allah deyib, heç yadına düşmür. Hasan ya Allah deyib, heç yadına düşmür bunu. Allah bilir, bəlkə 20 il bundan qabaq deyib Hasansa, ondan sonra deməyib. Yəni, demək istədiyim bilirsiniz nədir? Deyir ki, bəsə sənə ibadət edirəm, səndən... Dildədir. Bax, məsələn, sizin sözünüzü bilirsiniz nə yox, dayı? Məsələn, Molla Əmi gəlir, qəbrin ətrafına yığılırlar. Kişilər də durub, ölənin indi tutaq ki, oğlanlardır. Namaz qılmır. Molla Əmi deyir ki, Əl-Fatihə. Əllərini qaldırır. Oğlanlar, bütün hamı kişilər əksəriyyəti Fatihəni bilir. Deyir ki, İyyəkə nə'budu və iyyəkə nəstəin. Allahım, təkcə sənə ibadət edirəm. Tək səndən yardım. Namaz qılmır axı. O mənasını bilmir. Yox, yəni demək istəyirəm ki, bu bunun oxşarıdır. Bu dildədir. Bu dildədir, deyir ki, İyyəkə nə'budu və iyyəkə nəstəin. Namazda çünki bilir ki, Fatihəni oxumaq Şiə məsəlində də vacibdir. Ona görə namazda oxuyur. Biz kəlmədən danışmırıq. İnsan, məsələn, belə deyim də... Bir ömür namaz qılasan, bir dəfə fikirləşməyəsən ki, nədir? Kim ki fikirləşir, tövbə eləyir. Kim ki fikirləşir dərindən, əlhəmdülillah, subhanət ona hidayət səbəb. O fikirləşmə onun hidayətinə səbəb olur. Və bir də ki, bugün İslamda elə bir firqə var, la ilahe illallah deməsin. Elə bir firqə tanıyırsınız. Kim la ilahe illallah inkar verir? Hamı deyir, hamı haqdır. Hamı la ilahe illallah deyir. Deməkdən danışmırıq. La ilahe illallah yaşamaqdan danışırıq. O kəlmədi dedi. Baxın, bugün, mən dedim, Quranda nə qədər ayələr var, insanların yaranma qayəsi tövhiddir, kitabların nazil olma səbəbi, peyğəmbərlərin göndərib, İslamın ruhu, təməli budur. İslam bundan ibarətdir, tövhiddən, Allaha ibadətdən. Bir dənə baxın, İslamda olan məzhəblərə, sələfin yolundan, Əhl-i-Sünnə və Cəmaədən başqa, kim tövhidin qeydinə qalır? Kim tövhid keşiyindədir? Kim tövhidə dair kitablar yazır, əsərlər təlifləyib, kim dəstər və oturmuşub yaddan tövhiddən danışır. Çünki içimiz qaynayır bununla. Damarımızda qan bununla axır. Hansı məzhəbdə var bu? Və bizim üzümüz ağır, qutardı. Rahatıq. Ona görə rahat danışırıq. Həm bu dünyada, həm axirətdə. Dəlil Allah Subhanahu ayəsi. Baxın, sizin dediyinizə dəlildir. وَالَّذِينَ آمَنُوا O kəslər ki, iman etdilər, siz deyirsiniz ki, bu da iman edir. İman edir. Quran deyir ki, iman kifayət deyil. Yəni, mücərrəd iman, tək iman ki, iman etdim kifayət deyil. La ilahe illallah kifayət deyil. Allah subhanət hala deyir, وَالَّذِينَ آمَنُوا O kəslər ki, iman etdilər, sonra وَلَمْ يَلْبِسُوا إِيمَانَهُمْ بِظُلْمِ Və sonra o imanlarına zülm, şirk qatmadılar. Bax, bunlar əsli hidayət sahiblərdir. Fikir versən, Allah subhanət hala tək imanla kifayətlənmir. Deyir, o kəslər ki, iman etdilər və imanlarına şirk qatmadılar. Ona görə Quranda Yunus surəsində deyəsən, ayə var ki, ayə fikir ver bir dənə. Ayə fikir ver. Deyir, insanların əksəriyyəti, azı yox, insanların əksəriyyəti Allaha şərik qoşmadan iman gətirmir. Yəni, iman gətirir, amma şərik qoşar. Əksəriyyəti. Bax, bugün ümmətinə alına,
əksəriyyət Allaha şərik qoşmadan iman gətirmir. Bir dənə firqə gətir, tam rahat danışırıq da. Çünki bilirsən, heç nə gizli deyil. Hər şey göz qabağındadır. Bir dənə firqə gətir, sələfdən qeyri, tohid əhli olsun. Tohid əhli. Əməldə tohid və sünnət əhli. Dildə yox. Əməldə tohidi yaşasın, tohidi həyatının əsası, dəvətinin təməli eləsin. Oturanda, duranda ondan danışsın, o ona yatsın, o ona dursun və ona nəfəs alsın. Və öləndə də onun üzərində ölsün. Yoxdur, belə bir tapa bilməyəcəksən. Biri hakimiyyətdən danışır, xavarislər, Kreslo davası edir. Biri imamətin aşiqləridir, şirk içində batıb gedir. Ömər, o da elə Kreslo davasıdır. Niyə? O birinci gəlmədi, bu birinci gəldi. Biri sufi oradan özü üçün axmaq bir dənə proqram qurub, şeyxindən proqram alır, zikirzad. Daha mən namaz qılmıram, niyə? Yəqinlik dərəcəsinə çatmışım. Sufiliyin axmaq təriqətləri. Biri oradan tohid əhli bir dənə firqə gətir. Subhanallah. Bir dənə söz deyirəm. Bizə bugün dünyada olan bütün firqələr Vahabi deyir, demir. Niyə görə? Niyə görə? Muhammed ibn Abdülvahabın tohid dəvətinə görə. Bizi bugün tohid əhli olduğumuza görə tən eləyirlər. Gör nə gündədirlər. Havadislərə də deyirlər də. Yəni ehtiyac yoxdur ki. O cahillər ola bilsin deyir niyə görə? Oxşadır. Ola bilsin onlar da saqqaça. Əqidə təmiz ayrıdır. Demək istədiyim onların məsələn dəvətin əsası tohid deyil. Onların dəvətin əsası var bəzi məsələlər. Cihad, hakimiyyət odur. Tohiddən danışan bir dənə bizik. Biz dayı bugün Havarizlərin yanında tohiddən onlar bizə gülürlər. Ha buna bax. Tohiddən danışan vaxt deyir. Bir hakimiyyətdən danış. Kreslo əsas odur deyir. Bir dənə bugün tohiddən bax Muhammed ibn Abdülvahab. Muhammed ibn Abdülvahab rahimehullah yazdığı bir dənə kitablara bax. Tən eləyirlər ha. Yazdığı kitablara bax. O Xomeyni kimi kitab yazmır. Bax Aslan daşdan yardım ediləmək şirk sayılmır bizdə. Yazdığı kitabların adını deyirəm və risalələrini. La ilahə illallah, onun şərtləri, fəziləti. Kitab-ı Tevhid. O da kitablarında demiyorlar ki öz kəlməsi olaraq heç nə qoymuyor. Ayə və hədisləri yaxın. Kitab-ı Tevhid ayə hədislərindən ibarətdir. Tevhid kitabı. Tevhidə dair ayə və hədisləri toplayır. Usul-i sələsə, din, rəd və peyğəmbər. Hansı ki qəbirdə sual veriləcək. Kəşf-ü şübuhat. Bunun tərcüməsi var. Var. Kəşf-ü şübuhat, qəbirə ibadət edənlərin şübhələrinin rəddi. Bu insan tevhid üçün yaşayır. Və onun övladları və nəvələri, hətta bu günəcə onun kitablarını şərh ediblər, tevhid kitablarını. Və öldürüblər nəvələrini. Hətta biri tevhid kitabını tam şərh eləyə bilməyib, yarımçıq qalıb, öldürdülər deyənə. Sufilər zadlar, hansı ki tevhidi, şiələr zadlar, tevhidi sevməyənlər. Axı, əhl-i-sünnə daima bununla tanınır. Daima əhl-i-sünnəyə tən edilib. Cürbəcür adlarına, vahabi, zad, belə şeylər. Bugün əhl-i-sünnədən neçə yaşınız var? Məsələn, neçə ildir namaz qılırsınız? Elhamdülillah. Vallahi tam əminliyini bunu bil. Nə sən, nə mən, nə də burada olanlar, heç kəs. Ömrümüzün axırına can bu dəvət üzərində əhl-i-sünnədən qeyri başqa bir şey görməyəcəksən. Tevhidə çağıran və tevhidlə yaşayan. Başqa bir şey tapa bilməyəcəksən, yəni axtarma. Hələ bir şeydən danışır. Hətta mən demişəm sizə, ərəb dilindən xəttim yaxşı olduğuna görə Daskada universitetdə uşaqlar həmişə Bismillahirrahmanirrahim yazırdılar. Bir daskanı təmiz siliblər, jublar, təmizliblər. Uşaqlardan biri mənə dedi ki, dur, orada Bismillahirrahmanirrahim yaz, xəttin yaxşıdır. Mən də durdum, yazdım, فَلَا تَدُعُ وَأَنَّ الْمَسَاجِدَ لِلَّهِ فَلَا تَدُعُ مَعَ اللّٰهِ أَحَدًا. Məscidlər Allah'a aiddir. Allahdan qeyrisini çağırma, Allahdan qeyrisinə səslənmə, Allahdan qeyrisinə dua eləmə. Bu ayəni yazdım, amma bilə-bilə yazdım. Oturan kimi, batır axı. Tevhid iynə kimi batır. Niyə narahat olursan sən? Sən fəxrləməlisən ki, qardaş Allah razı olsun. Allah razı olsun. Fələ təd'u ma'allahi əhədən altında iyyəkə nəbudu və iyyəkə nəstəini də yaz. Düzdürmü? Sən bu deməlisən mənə. Oturan kimi tələbələrdən biri, adını çəkmirəm, qahti dedi ki, belə elədi, belədi. Yazmağa başqa ayə tapmadı. İki kişi müsəlmansan, özü müsəlman deyirsən də. Yazmağa başqa ayə tapmadı. Özü ayələri bölüblər. Bu ayələr Vahabilərin ayələri. Demək belə deyirlər də. Bu indi heç tələbədir, qanmazdır, nəyəsə getdi. Müəllim girib içəri. Gidib belə baxır. Allah. Kim yazıb bunu?
göstərdilər məni, sən fikir et, deyir, nə demək istəyirsən? Deməli, ayə ona nəsə deyir. Mən ona deyirəm ki, ayə sənə nəsə deyir. Deyir, sən nə demək istəyirsən? Deyirəm, mən demirəm, Allah azə və cəllə deyir. Çünki kəlam mənim kəlamım deyil, mən sənə deyim nəsə. Mən orada öz sözümü yazsam, sən mənə deyərsən ki, nə demək istəyirsən? Mən deyərdim ki, deməli, o sənə nəsə deyir. Deyirsə, Allah azə və. Əxi, bu bilsən nəyin dəllidir? Tələbə olsun, müəllim olsun, dəxli yoxdursa, qoca kişi olsun. Xəmirləri belə yoğurub, toğid batır. Xoşları gəlmir, Quranda ayələr var. Quranda açıq aydın ayələr var ki, ya Muhammed, onların yanında fikir ver, onların yanında Allahı tək olaraq zikr etdin mi, üzləri qırışar, qəzəblənər və üz çevirib dönərlər. Allahdan qeyrilərinin adlarını çəkdir, fərəhlənərlər. Ha, həmin şeydir. Bugün əhl-i sünnə kimin yanında tohiddən danışır? Alıb, bax, bir dənə problem, bir dənə söz deyirəm sizə. Gedin bunu praktikadan keçirin. Kimin heç nə eləmir. Otur. Bax, 2 dənə şiyə. Sən də otur yanında. Bax, vallahi, praktikadan keçirin. %100 təminat da bu. Otur, başda söhbət eləmək tohiddən. Yalnız tohiddən. Çox yox. Gör 10 dəqiqə səbirliyəcəklər. Yox, qaçmayacaq. O saat dinlənəcək. Nə demək istəyirsən? Mövzunu dəyiş. O şimdi bilsən nə var? Tohiddən belə çox-çox la ilahe illallah deyirsən. Qədrxumda bilsən nə oldu? Və biri qadir deyir ki, bura bax, görəm, yaman la ilahe illallahdan danışırsan. Peyğəmbər yataqda kağız istədiyə qələm. O fikrin də sırası. Mən nədən danışarım, sən nədən? Fikir oradadır, sahabəni söyməkdə. Çünki bu maraqlandırmır. Bir dənə problem danış. Gör, əxi, gör necə reaksiya verirlər. Bu bilsən niyə belədir, əxi? Çünki nəfs qəbulləmir bunu. Nəfs qəbulləmir, qardaş, bunu. Qəlbdə yoxdur bu şey. Ona görə yəni də deyirəm, dəvətinizi qurun tohid üzərində, nəsə tohiddən söhbət ilə. Çünki bunun bərəkəti var Allahın ismində. Ona görə Allah Subhanahu Muhammed ibn Abdülvahabın dəvətinə bərəkət vermişdi. Ta bu günəcə. Allahın hikmətindəndir ki, elə o Kəbədir və qeyri yerlər də tohid əhlinin əlindədir. Elhamdülillah. Və heç bir şirk yoxdur o ölkədə. Hansı ki, tən edirlər. Gedirsə, hər şey tərtəmizdir. Hər kəs Allah'a ibadət edir. Yəni, sən nə istəyirsən? Məsələn, qiyamət günü Allah Subhanahu Taala'nın qarşısına çıxacam, Allah Subhanahu Taala mənə xitab eləyəcək ki, ey qulum, nə üçün məndən birbaşa istədi? Gir cəhənnəmə. Hansı ağıl sahibi bu qəbul eləyər ki, belə şey ola bilər? Mən əlhamdülillah namazda dua edirəm ki, İyyəkə na'budu və İyyəkə nəstəyin. Ərəblə İyyəkə yalnız və yalnız sənə ibadət edirəm və yalnız səndən yardım edirəm. Qutardı. Və bunu yaşayıram. Bu sələfin dəvətidir və əhl-i sünnənin yoludur. Bu məzhəb deyil, bu İslamın özüdür. Necə Allah Subhanahu taala deyir: "Qad təbəyyənə rüşd minəl ğay. Fəmən yəkfur bit-tağut və yu'min billah fəqad istemseke bil-urvetil vusqa lem samələha." Kim tağutları, yəni Allah'a qoşulan şərikləri inkar edib tək Allah'a iman etsə, la ilahe inkar etdiyin illallah, yalnız Allah. O qopmaz bir ipdən yapışmış olar. Qopmaz bir ipdən. Ona görə İslam budur və İslam qutardı. Yəni, başqa heç nə fikirləşmək, nəyisə araşdırmaq, ərəb dilini bilmək, heç nə lazım deyil. Ona görə Qur'an bir cəmiyyətə çatırsa, tohid məsələsində kifayətdir, yəni. Əgər bir insan Qur'anı oxuyursa, ona kifayətdir tohid məsələsində xüsusən. Ola bilər orada namazın rükətlərini bilmir, yoxdur. Amma tohid məsələsində kifayətdir Qur'an sənə. Qur'an 1/3, yəni 6000-dən çox ayədir, 2000-dən çox ayə tohiddəndir. 2000-dən çox ayə. Bu qardaş gələn, mən yaşamışam, bu şeyləri keçmişəm də. Bu qardaş yəni ibadət edir, prosto nəfər başa salın. Yəni başqasından istəmir də. Başa düşdün? Hə, prosto belə görür, belə bilir. Söhbət ondan gelmir. Bu cürdə həyatda, ticarətində, işində, evində düz bir istiqamət götürüb onunla gedir. Yox, başa düşdüm. Söhbət belə deyil. Bax, belə deyil. Mən, məsələn, mən tutaq ki, sabah gedim bir dənə belə qəribə bir dənə firqə seçeyim özümə və deyim ki, yox, mən təkcə heç nəyində qarışmıram. Düzdür, mən bu firqədərəyəm. Amma, yaxşı, bax, belə deyilən şey deyim. Bugün qardaşın namazda bir problemi olanda təbii ki, kimdənsə soruşur və ən azından gedir, mənbə çıxır
bu müctehidlərin risalələrinə. Məsələn, namazda filan şey namazı pozurmu, dəst namazı pozurmu? Bunlar hamısı Şiə məzhəbində, Şiə alimlərinin nələrindən götürülür? Risalələrindən. Onlar bu dediyim haldadılar, ya halda deyirlər. Yəni şirk üzərindədirlər, ya üzərində deyirlər. Qardaş ona deyir ki, görmək istəyir. Yox, qardaş, özü şərik qoşmasa da, şərik qoşan müşrikə tabi olur. Yəni, ən azından onun risaləsinə gedir. Onu təqlid edir də. Kiməsə təqlid eləmir. Yox, ola bilməz axı. Şiə məzhəbində, Şiə məzhəbi ilə gelirsə, təqlidçi səməli var. Məsəl üçün, heç kim şey eləmir. Sən onu zahir edəsən. Namazda bir şey, bir qardaş dediyi ki, nəsə bir şey olma, kimdən soruşursun? Hani o şeydən soruşursun. Bu bilsən necədir? Belə pis özünə təsəllidir ki, sən bu məzhəbdəsənsə, yəni mən şəxsdən, fərddən danışmıram. Mən məzhəbdən danışıram, özü Şiədən də danışmıram, istək. İslamdan, əhl-i-sünnənin müqabilində olan bütün məzhəblərdən danışıram. Hamısı tohiddən uzaqdır. Və hamısı tohid əhlinə düşməndir. Məhz tohidə görə. Məsələn, sufilər heç Şiə demirəm. Şiə və xüsusən də Şiələrlə sufilər. Nə qədər kitablar ya? Mənim öz evimdə nə qədər Şiə kitabları var ki, əhl-i-sünnətə rəddiyələr. Hansı mövzuda? Tohid məsələsində. Vahabilər deyir ki, Allahdan qeyrisindən yardım diləmək olmaz. Şübhə, yox. Birinci şübhə. Kitabın adı Vahabilərin şübhəsi. Birinci şübhə, şübhəyə bax. Gör şübhədir. İslamın əsası deyir. Vahabilər deyir ki, Allahdan qeyrisinə yardım diləmək olmaz. Şübhənin cavabı. Yəni, sən deyirsən ki, Allah, gör nəyə cavab verir bu adam? Nə gündədir? Yəni, bu İslamla müharibə aparır. Muhammed sallallahu aleyhi və səlləmi dəvətinə cavab verir. Sonra, Vahabilər deyir ki, əlidən övlad diləmək olmaz. Bunun cavabı. Vahabilər deyir ki, Allahdan qeyrisinə qurban kəsmək olmaz. Bunun cavabı. Onlar deyir ki, Allahdan qeyrisi Allah tohidlə müharibə aparır. Tohidlə savaşır. Mənə savaşır. Allahın dininlə savaşır. Allah azza və cəllənin dininlə savaşma olmaz. Sən Allah azza və cəllələ savaşırsan. Allahla savaşırsan sən. Allahın dininlə savaşırsan. O sənə məsəl bu İslamdır. Sən İslamla savaşırsan. Sən özün də özü elə bilir ki, İslamdadır. Xəbəri yoxdur ki, İslamla savaşır. Tohidlə. Axı mən bir şey deyim. Gözünüz oturub bu mövzuda kitablar yazırlar ki, tohidə qarşı necə rədd? O bayaq ki, deyirsən, məsələn, din sizə də bir müşrikə təqlid eləmək filan bəsməşəmə. Mən bu namaz məsələsində sözün düzüm deyirəm. Ay əlim açıq oldu, ay əlim bağlı oldu filan. Sözün düzüm ona çox belə... Biz də ondan danışmırıq, biz tohiddən danışırıq. Ay soğuk, o da təqlid nə olan şeydir. Bax, məsələn, tutaq ki, Quran-ı Kərimdə var ki, deyir, yaxşı kəs, ya belə, mən dəqiq yanında deyil ki, o kəs deyil ki, üzünü gün çıxana yaxud gün batana, yaxşı kəs o kəsdir ki, başlayır sadalamağa. وَلَيْسَ الْبِرُّ أَنْ تُوَلِّ وُجُوهَكُمْ Yəni, mən Allah şahid gəlmişə elə şeyləri fikirləşmişəm. Çünki bu, nə bileyim, bu alim belə dedi, bu birisi alim belə dedi, o birisi alim belə dedi. Düz deyildir, kimdənsə öyrənməyinə öyrənirsən, namazı necə qılın, üzü qıbləni necə tutun filan. Amma Qurana görə, yenə əsas, mən elə başa düşmüşəm ki, əsas sənin niyyətin, əməlin saf olsun. Tutaq ki, mən özümə deyim ki, mən sələfiyəm, amma əməlimdə, yaxud niyyətimdə defekt olsun, o da... Bilim, sən... Yəni, o əməli, zahiri, o görüntü cəhət sözün düzdə... İndi mən bir şey dedim də, yəni, sualda iki tərəfli cavab var. Birinci tərəf o kəs ki, deyir, mən sələfiyəm, tohid əhlidir, amma indi qəlbi belə, biz qəlblərə hökm verməyin, hə? Cavab deyil. Məsələn, burada kim bilir ki, mən nə niyyətlə dəvət edirəm? İndi aydındır ki, Allah üçün deyəm, misal olaraq deyirəm. Yəni, heç kəsin qəlbini bilmir. Biz zahirə görə hökm veririk. Yəni, o qəlb məsələlərini biz girmirik. Amma qaldı ki, siz ki, deyirsiniz, əgər qəlbim Allahla bağlıdırsa, sırf ixlasla Allahı ibadət edirəmsə, ya onu öz hissiyatımla eləmirəm, mən Quranın ayətlə... Yox, siz deyirsiniz ki, mənim qəlbimdə ixlas var. Qəbullədim və inanıram da ki, elədir. Şübhə də eləmirəm, inşallah. Amma sözümün canı odur ki, bax, məsələn, əməllər ki var, istər namaz olsun, istər ümumiyyətlə dində bütün əməllər. Hər bir əməlin qəbul olunması üçün iki dənə şərt var.
Birincisi niyyətdir. Birincisi niyyətdir, şəksiz şübhəsiz. İkincisi, hamısında dəlili var Quranda, indi istəmirəm bir sadalayım, vaxt tutaq. İkincisi, Peyğəmbərin şəriətinə tabiçilik. Çünki məsələn, baba misal deyim, primitiv bir misal deyim. Orada problem çıxır da. Da primitiv bir misal deyim. Mən deyirəm ki, sən o birisi belə deyir, o birisi belə deyir, o deyir mən primitiv bir misal deyim. Mən məsələn deyirəm ki, zöhr namazı qılam. Mənim niyyətim yaxşıdır, Allah Azza və Cəlləni çox sevirəm və zöhr namazını 8 rükət qılıram. Namazı 5 rükət qılsam, namazım batildir. Niyə? Çünki sünnətə tabi olmadım. Allah Rasul 4 rükət qılır. Bir rükət, çünki sən istəmək nə deyil axı. Amma qaldı ki, siz deyirsiniz, bu deyir ki, mən bu dindəyəm, mən Muhammedin yolundayam, bu deyir ki, sallallahu aleyhi və səlləm, mən Allah Rasulunun sünnətinə tabiyəm, bu deyir ki, mən Əhl-i Beytə tabi, belə, artıq onun cavabını mən verdim. Bəyəqla söhbət elədiyim budur ki, siz araşdıra bilməsəndə, yox, kökə yox, bax tohidə. Yəni, mən məsələn belə bir sual deyirəm, belə bir, normal düşüncə nə düşün? Bugün şiə məsəlini hamı görür, tohidə qaydıram, deyin nəsə. Çünki mən başqa məsələ, əl bağlamaqdan danışdım mən. Mənə görə əl bağlamaq möhür məsələsi, bura ən toxta mövzulardır, üzr istəyirəm. Ən belə səviyyəsiz mövzulardır. Bu nə mövzulardır biz danışırıq? Çünki bir dənə başa düşdüm, bir dənə mən nə idim istəyirəm. Demədin, amma təqlidə görə mən ona gətirdim. Siz deyirsiniz, qardaş. Siz deyirsiniz ki, yəni mən hardan bilim ki, bu Allah Rasulunun sünnətinin tabidir, ya bu. Bax tohidə, bax məsələn, bu ki şiə məzhəbi öz şirki ilə necə Rasulullahın şəriətinin tabi olan bir məzhəb ola bilər? Necə bugün şiə məzhəbi şirki ilə, ham bilir da, bu məzhəb şirkə qulluq edir. Bu məzhəb şirkə qulluq edir. Bu məzhəb tohidə qarşı müharibə bayrağı qaldırıb. Sələfə zada yox, tohidə qarşı müharibə elan edib. Bugün şiə aliminin yazdığı 20 kitabdan 19-u tohidə rəddir. Tohid ayələrinə rəddir. Bu məzhəb necə Allah Rasulunun, hansı ki 13 il Məkkə müşrikləri ilə o tohidə görə mübarizə apardı. O tohidə görə Məkkəni tərk elədi. O tohidə görə yaşadı, o tohidə görə öldü. Necə ola bilər ki, bu məzhəb Allah Rasulunun şəriəti olsun? Bəs ona görə biyaqlar tohiddən danışıram ki, o insan ki, ayıra bilmir, deyir, mən nə bilim, bu Peyğəmbər belə qılıb, bu belə qılıb, mən nə bilim ki, bu Allah Rasulunun şəriətinə tabidir, ya bu, onda qayıt əslə, tohidə qayıt. Bax, hansı, necə məzhəb demirlər, hansı firqə tohidi yaşayır? Kim tohid əhlidir? Çünki tohid haqqı batildən ayıran ən gözəl, ən əzəmətli və ən açıq meyardır. Və salam, qutardı. Tohid haqqı batildən ayıran ən gözəl meyardır. Mən durum sənə deyim ki, hədis gətirim ki, Allah Rasulü əl bağlıdır. O özündən bir də hədis gətirəcək. Misal üçün deyirəm, yəni. Sən bunu heç sənə gedə bilməyəcəksən. Amma sənə tohid çatsa, sən biləcəksən ki, bu məzhəb şirki özü üçün din edən və tohidə qarşı müharibəni qabağına məqsəd qoyan bir məzhəb Allah Rasulunun yolu ola bilməz. İstər namazı ilə, dəvəti ilə, hər şeyi ilə. Ola bilməz. Bütün bir, indiyənəcəndə Hüseynin qatillərini axtarırlar. Hər əmdə tapa bilməyiblər. İndiyənəcəndə eləmə axtarırlar. Qutarlar. Yəni, bilsən nədir qardır? Bəzi məsələlər var ki, biraz belə, necə demək, bəzi məsələlər var ki, insan görür ki, burada nəsə siyasət var. Kimlərinsə siyasəti var, istifadə eləyir, nələrdənsə. Yəni, bilsən, yəni, nə bilim, Allah hidayət versin, yəni. Yəni, demək istədiyim budur ki, biz yalnız və yalnız insanlar tohidə çağırırıq. Və salam. Və deyirik ki, rahat dinlə, tohid nəcat gəmisidir, o gəmiyə minə qurtulacaq. O gəmidən geri qalan batacaq. Bizim şuarımız budur. Hansı ki, İslam buna görə gəlib. Bütün insanlar buna görə yaradılıb. Məsələn, deyirlər ki, bəzən bu tohid, yəni sin məzhəb 300 ildir yaranıb. Yəni, Muhammed ibn Abdülvahabı deyir. O insan bədbəxtdir bu sözü deyən, onun əqidədən xəbəri yox. Bizim məzhəb İsa'nsan yaranıb. Adəm əleyhissalamın yaranması ilə bilir. Göylərin və yerin xəlqi ilə birlikdə, göylər və yerlər Allaha ibadət üzərə yaranıb.
Adəm əleyhissalam Allaha ibadət üçün. Bizim məzhəb ki deyirlər, məzhəb deyirlər də, təvhid əhli. Göylər və yerlər yarananda yaranıb bu. Bütün peyğəmbərlər buna dəvət edir. Bir adam Muhammed ibn Abdülvahabın hələm indiyənəcən bir də şeyini gətirə bilmir təvhiddən başqa. Təvhiddən başqa. O da niyə görə təvhid? İndi sual verə bilərsən. Niyə görə məhz belə təvhiddən çox? Çünki yaşadığı cəmiyyətdə sufilər basmışdı. Xurma ağaclarından, üzr istəyirəm, uşağı olmayan qadınlar xurma ağaclarını qucaqlayıb xurma ağacından övlad istəyirdi. Bu da bunu görürdü yazıq. Rahimehullah. Təbii ki, bu şəraitdə böyümüşdü, doğulmuşdu. Bu şəraitdə də, yəni bu şəraiti görürdü. Ona görə hər insan öz şərait, məsələn, biz niyə görə bu şeylərdən danışırıq? Çünki cəmiyyət bizdən bunu tələb edir. Hər insan öz cəmiyyət, bu da başladı təvhidə da, başqa kitablar da var, namaz haqqında, namazın şərtləri, əsas kitablar təvhidə qulluqdur. Bu insan başqa, o da, məsələn, Kitab-ı Təvhid, ən əsas kitabı Kitab-ı Təvhiddir, heç nə yazmayıb. Bölüm açıb, məsələn, Kitab-ı Təvhid necədir? Olsaydı, məsələn, az tərcümə gətirərdim, bölüm açıb, məsələn. Allahdan qeyrisinə qurban kəsmək olmaz. Ayə, bu barədə nə qədər ayə varsa, ayələr, nə qədər hədis varsa, hədislər. Qutardı, ayə hədis. Sonra, dua edəndə yalnız Allaha dua edin. Nə qədər ayə var, ayə, nə qədər hədis var. Kitab bundan ibarət, ayə hədis. Deməli, sən ona görə indiyənəcən Kitab-ı Təvhidi heç kim rəddiyə yazmaq istəmir. Çünki kim rəddiyə yazsa, Muhammed ibn Abdülvahab rəddiyə yazmayacaq. Kim rəddiyə yazsa, Quran və sünnəyə rəddiyə yazsa. Elm ki, mən məsələn qalxıram ki, Muhammed ibn Abdülvahabın Kitab-ı Təvhidinə rəddiyə. Onun da onda bir dənə kəlməsi yoxdur. Bir dənə kəlməsi yoxdur orada. Hələ ayə ilə başlayır. Kitab ayə ilə başlayır. Açırsan nə kitabı? Ayə ilə başlayır. Hə, Təvhid ayəsi ilə. Deməli, mən indi başlayıram, auzubillah, Allah'a sıxınıram belə əməldən. Yəni, misal, yəni, rəddiyə yazmağa. Otururam, ayə. Fələ təd'u ma'allahi iləhən əxar. Allahla yanaşı, heç bir ilaha dua eləmə. Allah, mən buna necə rəddiyə yazmayı? Oturur, həftələrlə fikirləşir ki, bu ayə necə rəddiyə yazım ki, Allahdan başqasına səslənmə. Necə rəddiyə? İndi necə rəddiyə tapmamışdır? İndi tapıblar rəddiyə. Şeylər təzə rəddiyə tapılır. Deməli, deyir ki, ayə deyir ki, siz bilmirsiniz ayə mənasını. Ayə deyir ki, Allahla yanaşı başqasına səslənmə. Yəni, məsələn, mən deyirəm ki, ya Allah, ya Əli. Allahla yanaşı əlini çağırdım. Bir də deyir, Allahı demirəm, təkcə deyirəm ki, ya Əli. Yəni, Allahla yanaşı olmaz, amma təkcə əlini olar. Xəstə. Ged özü ağlığı müalicə elə. Ya özünü axmaqsan adama deyərlər, ya da mən axmaq yerinə qoymuşsan. Bu bir səndə yoxşuyur. Bu, Quranda ayə var, anatıva uf demə. Biri anatısına şillə vur. Deyir, Quran deyir ki, uf demə. Mən uf demədim ki, mən şillə vurdum. Quran, ufu niyə qeyd edir? Necə İbn Abbas deyir. Deyir, çünki ondan da yumuşaq şey yoxdur. Ana bir şey deyir ki, Allah bunu qadağanlayırsa, ən kiçiyini, deməli, ondan böyük olanlar girir o qadağanın içinə. Allah subhanət hala əgər hətta Allahla yanaşı qeyrisinə dua eləməyi qadağan edirsə, Allahı qoyub kənara, ya Mehdi, haradasən gəl imdadıma. Bu necə? Aydındır? Ona görə bu kifayətdir. Yəni, ibrət alan üçün, haqqı axtaran üçün bu kifayətdir. Yəni, gedib otursun, Quran oxusun. Bəs sabah. Heç kimə qulaq gedib otursun, Quran oxusun. Allahın iznilə haqqı tapacaq. Və sonra da gözlərini açsın və baxsın cəmiyyətə, görsün kim İslama çağırır, kim İslama qarşı müharibə eləyir. Müharibə açıq aydın. Açıq aydın müharibə. Yəni, bu qardaşla müharibədir. Qardaş da, mən qardaşın səmiyyətinə tam inanıram. Vallahi, ya falan kəs, mənə kömək ol deyənlərdən deyil. Başa düşdüm. Amma o deyənlərin də pis fikirdir. Amma o şey deyən məzhəbdədir. Və bu məzhəb olaraq təvhidə müharibə elan edir. Bir də demək olmaz. Bir sənə deyir, o qardaşı demək odur ki, mən hansı kitaba inanım da. Hər halda artıq danışdım, mənə də gəlir kifayət. Mən belə bir şey misal deyim. Mən özüm də o işin içində olmuşam. Mənim, məsəl üçün, qaynımdır yaxında. Birimizdən mübahisə çox eləmişik. Kitablar oxuyurdum ki, nəyəsə axır çatımda axtarırım. Bir neçə kitablar oxumuşam, şiə kitablarında, alimlərin. Götürmüşəm. O da mənə dedi ki, etibar deyir. Quran ayəsi olanda, sən bir dənə onları tutuşdur, Quran götür, aç, bax. Gör, düzdür yoxsa. Mən baxıb görürəm ki, yazıb ki, bəs belə özlərini təsdiqləyir ki, biz düzük filan. Sonra bir dənə Quran ayəsi getirir.
Görürəm ki, oxuyursan, görürsən ki, düzdür də, yəni tamamlayır sözünü. Açırıq Quranı, görürük ki, ayənin müəyyən sözləri yox. Fikir ver. Götürmüşük, oturuq, zəng eləmişik mətbəyə. Mətbəyədən 4 dənə belə qalın kitabdır. Axırı nömrəsini tapmışıq. Zəng eləyib ona, deyir ona ki, bəs bu kitabda da bəs belə. Deyirsiniz, kitabın hamısını oxumusunuz. Deyir, qardaş, ya da birinci cildləri açmışıq, baxmışıq. Quran ayəsini siz burada səhv yazmışsınız. Deyir, onu başa düşmək üçün hamısını oxumaq lazımdır. Bax, fikir ver, mənim yəni dönməyim, bu alimlərin yalancılığıdır. Yəni, öz nəfsinə uyğun Quran ayəsini dəyişdirir. Hədisləri dəyişdirir. Sonra baxıb görürsən ki, bayaqlarda hədis dedizə, o Zuraranın, o cür hərəkəti. Hansı alim, bax, mən hələ bir liboş şeyə sual vermişəm. Deyirəm, bax, qardaş, sən, tutalım ki, alimsən. Sənə gəlib bir dəfə deyirlər ki, belə bir səhih bir dəfə hədis var, laf səhih. Subut deyirlər ki, belə bir adam belə bir şey eləyib. Sənin əlün, əgər sən imamı sevirsənsə, ona xidmət edirsənsə, necə əlün gəldi o hədisi kitaba yazdı ki, nəsillər eşitsin onu. Hə? Özdə kitabında deyirsən ki, şey deyil. Yəni ki, Mehdi təsdiq edir ki, kafir. Bu şiyələrə bəsdir, düzgün kitabdır. İndi də deyirlər ki, yox, çoxsu səhvdir. Başlayıblar ki, bu axı, bunlar bütün axırda nifrət yaradılır ki, bu yalanın üstündə də bunlar hamısı öz nəfslərinə uyğun fırlatırlar. Ona görə, sonra mənə deyirlər ki, sən kimə təqlid edirsən, namaz qılırsan. Deyirəm, mən heç kimə təqlid. Bilirsən, deyirsən, təqlid eləmirsən, sənin namazın qabuldur. Bax, budur. Hansına təqlid edirsən, hamısı biabırçılıq vəziyyətdir. Nə cür fətvalar var. Quranın dəyişilməsinə etiqad edirlər. Nəmcü-bəcür yalanlar. Cümənin özü də təqlid edir. Cümə namazını soruşurdum ilk dəfə. Dedim, cümə namazı vacibdir, yox, hələ vacibdir. Mehdi gələndə vacibdir. 3 gün ondan var. Görmür, nə oldu, indi bulursan? O da şəkil çəkdim. Məşəd Dadaş meçidi var, Kubinkad, Hədşanın meçidi. Asıblar, ayədir, asıblar divara gelir. Ey iman gəl, Cümə surəsi 9-cu ayədir. Yəni, bunların münafiqliyinə bax. Vallahi 5 il ondan qabaq, bunlar məni lağa tuturdular. Əməli lağa tuturdular ki, bu nə də, cümə qılırsın, cümə var sizdə, siyasətdən danışır. İndi cümə qılırlar. Cümə başladılar qılmağa, girdim içəri, dedim, gözünüz aydın olsun. Birinci cüməyə qıldı. Dedim, nə oldu, şəriət dəyişildi. Nəsə, burada nəsə qırılıb burada, dedim, nəsə qırıldı, dedim, mən bilim də. Mehdi gəlib, həbərimiz yoxmuşdu. Yox, bilirsən, bizdən oradan həbər gəldi, dedim, ora hardadır? İmam Xomeyni'dən deyir, xəbər gəldi, dedim, ona kim xəbər gəldi? Deyim, Mehdi. Ona can dedilər. Nəyə etiqad edirlər? Deyir, ona da Mehdi gətirib ki, o başlayın. Yəni, Azərbaycanda Mehdi deyir ki, var, gedib Mehdi batırırlar, Mehdi çatırır. Yəni, dedim ki, kağızlar da çürüyor. Gör qardaş, nəyə etiqad edirlər? Yəni, subhanallah, bu boyda açıq aydın tohidi qoyurlar qırağa əqidəni. Gör, nəyə etiqad edirlər? Yəni, insan etiqad edir ki, bu dəqiqə Mehdi var, belə bir adam, sağdır, 1000 ildir gözləyirlər və etiqad da ki, müsibət etiqad. Yabırsın. Qardaş, amma mən bir dənə şey, dəlil dinləm şey, bax, istəyir, mən bu şiyələrin də içində deyirəm, şiyənin də içində, sünnünün də içində, yaxşı uşaqlar var, kristal uşaqlar var. Vallahi Allah yolunda ölümə getməyə hazır olan uşaqlar var. Bilirsən, prosta inandırıblar, avladıblar. Uşaqlar var ki, o bilirsən, orta məktəbdə oxumayıb, savadı olmayıb, düşüncəsi yoxdur, analiz eləmək qabiliyyəti yoxdur. İnandırıblar, biraz da atsan filan kəs, nə bilim filan, alim filan, dünya tanıyır belə filan. İnandırıblar, o da özünü düz yolda hesab edir. İndi mən, o deyirsən, səhv eləmirəmsə, Hücurət surəsindədir, deyir, 2 qardaş arasın bağışdırın. İnşallah oturanda gərək biraz dua da eləyək ki, valla, indi mən qardaş danışırsa, düz, Quranla nə düz gəlmirsə, sözsüz o İslamdan kənar olar, onu durub xırdalamağına dəyməz. Amma o avlanmış uşaqlar var, hansı ki, necə deyim, məsələn,
hesab edirlər, düz yoldadırlar. Onlara görə dua eləmək lazımdır. Allah hidayət İnşallah. doğru yol. Amma bizə mən şiələrin də içində otururam, görürəm belə düşmən mövqeyi var. Belə ironiya ilə danışmaq, filan kəs azıb, filan kəs. Məsələn, mən Patandaşdan tanıyırdım ki, Allah rəhmət eləsin deyəndə. Getdi, vuruşdu Çeçenistanda. Ama yaxşı oğlan. İnandırdılar da qardaş, inandırdılar ki, gel sənin qardaşların oradadır, filan bəsməcan, sən oturmuşsan burada rahat bəs. Getdi, vuruşdu, dünyasını dəyişdi. İndi ona necə deyəsən Allah lənət eləsin? Bu adam inanıb da, bunu inandırıblar. Onu inşallah mən elə başa düşürəm ki, Allah təala bağışlayar. İndi bu, mən belə başa düşürəm, indi düzün Allah bilir, hər təriqətdə var belə saf uşaqlar, hansı ki, o məsələn, birincisi, yəni bir şey deyirsiniz ki, düşmən mövqeyi, bu düşmən mövqeyi zad deyil, yəni də deyirəm, hələm siz göstərə bilməzsiniz ki, bir bidət əhli, başqa bir bidət əhli ilə problemi olsun. Bugün, bütün bidət əhlinin işi bizi nədir? Və mənim şəxsim nə deyil? Mənim şəxsim nə deyil? Yəni, Allahın dini ilədir. Tovhid nədir? Müharibə də elan eləmək deyəndə ki, avtomatla satma yox. Yəni, kitabla, elmlə, məsələn, oturur, gecə gündüzünü sərf edir, tovhidə qarşı rəddiyələr yazır ki, Allahın dininə qarşı müharibə elan edir, qələmi ilə. Biz bundan danışırıq. Biz özdə şəxslərdən danışmırıq. Biz danışırıq məzhəbdən. Qardaş, mənim qardaş, əhl-sünnədən hansı, ümumiyyətlə, əhl-sünnəyə görə şiə ilə rafisi ayrı şeydir. Hər şiə rafisi deyil. Bu geniş məsələdir. Hər şiə rafisi deyil. Fəqət. Çünki, amma o şəxs ki, artıq bu məzhəbin içindədir, rafisidir, artıq dediyim vəsiflərdir, əhl-sünnədən, alimlərdən bir qismi ümumiyyətlə onları əhli qiblədən saymır, dindən saymır. Niyə görə? Çünki, baxın, məsələn, biri deyir ki, axı o la ilahe illallah deyir. Məsələn, qardaş dəstəmaz aldı. Sonra dəstəmazı pozula bilməz. Təbii ki, pozular. Necə? Dəstəmazı pozan bir şey hasıl olsa, dəstəmaz pozuldu. Biri deyir la ilahe illallah, sonra gedir Allah'a şərik qoşur. Pozuldu. Yəni, belə deyək də, girdi İslama, lor dillə deyək. La ilahe. O İslamdan da çıxdı, dindən döndü. Qutardı. Hətta Quranda ailə, məsələn, bizi lağa sayır. Lağa qoyurlar da, tovhid əhli olduğumuza görə asırıq. Nə qədər öz qulağımla eşitmişəm, sırf tovhid məsələsində bizi lağa qoyurlar. Yəni, din ilə və tovhid əhli ilə, tovhidlə istehza eləyirlər. Hə? Quranda ayələr var ki, siz Allahla, onun ayələri ilə, onun rəsulu ilə istehza mı edirsiniz? Üzr istəməyin. Siz iman edəndən sonra kafir olursunuz. Hətta üzr qəbul edəmir Allah. İman etdiniz, sonra kafir olur. Yəni, bunu bilin ki, bir insan o demədir ki, iman. Quranda ayələr var. İlləl-ləzīnə əmənu, thümmə kəfəru, thümmə əmənu, thümmə kəfəru. O kəs ki, iman etdi, sonra kafir oldu. Sonra yenə də iman etdi, sonra kafir oldu və küfrü üzərində öldü. İnsan həyatı boyunca 10 dəfə dindən çıxıb dinə girə bilər. Belə deyil ki, siz ola bilsin öz düşüncəviz nə deyirsiniz ki, bu iman etdi, deməli, yox, insan ola bilər, iman edir, hə, namaza başlayıb, hə, məzhəblə görür, öyrənir, ya Hüseyin, ya filan, 2 gündən sonra dindən çıxdı, Müsəlman sayılmır. Dindən çıxıb bu adam. Mənə görə yox, Quranla Allahın dini budur. Allah subhanət Quranda deyir. Neçə dəfə ayədə zikirləyir ki, iman etdi və kafir oldu. Sonra iman etdi, sonra kafir oldu. İnsan həyatı boyunca 10 dəfə dindən çıxıb dinə girə bilər. Dəstəməz misalı kimi. O demək deyil ki, dinə girdi, qutardı. Vallahi biz düşmən mövqeyində deyilik. Biz istəyirik deyənə deyirik. Mən niyə görə boğazını zırıram? Allahın dininə görə. Mən onu söymürəm ki. Ona deyirəm ki, nəcət qapısı budur. Fəqət göstərirəm, biz necə ayələr var ki, Quranda isə onların üzərində vəkil deyilik. Biz onların üzərində vəkil deyilik ki. Fəqət nəcət qapısını göstəririk, Quranla, Allahın dini və deyirik ki, bu nəcət qapısıdır. Bu nəcət gəmisidir, tovhid. Və göstəririk ki, budur. Allah Rasulunun yolu. Gəl, müvahhid ol, tovhid əhli ol, müşrik olma, Allah'a şərik qoşma. Mən səni pis şey çağırmam, şirkə çağırmam. Demirəm ki, səni, gəl, mənim burada bir dənə pirim var, oradan pul qazanıram. Gəl onu tavaf ilə, əhlivi də çağır ki, biraz pul yap. Pula dəvətləmirəm ki, səni. Səni saf Allahın dininə dəvətləmirəm, tovhidə. Deyirəm ki, alnıvı Allah üçün yerə qoy, fəqət. Gedirsən pirə,
özüm görmüşəm Mir Möhsündə fırlanır, arvad, uşaq ağlayır. Ağlayır. Ömründə bir dəfə alnını yerə qoyub, Allah üçün ağlamayır. Niyə? Çünki bu ümumiyyətlə təvhid nə olan şeydir. Biz onu çağırırıq ki, ay anam, ay bacım, o üçün ağlamır da, alnını bir yerə qoy, Allah, dua elə, gözün təvhid üçün yaşarsın, şirk üçün yox. Məsələn, ölümə çağırmıram ki. Bir dənə bizim istəyimiz budur, bizim bir dənə, bəs ona görə da deyirəm ki, bu firqələrə baxsaq, bəs ona görə deyirəm, sufilər hərə bir təriqətə çağırır. Nurçular, Səid Nursi Bədusəminə tabiçiliyə çağırır. Bektaşilər, Hacı Bektaş Vəliyə çağırır. Nə bilim, Nakşibəndilər, Şah-ı Nakşibəndiyə çağırır. Bunlar Xomeyli Lənkəra hərə birinə təqlidə çağırır. Şirkə zada dəhşət şeylər. Biri oradan xavaricilər çağırır, nə bilim, kreslo davası eləyir oradan. Hərə bir şeye çağırır. Bir dənə bax, bir nəfər oturmuşum burada. Əhl-i sünnə, təvhiddən və sünnətdən başqa nəyə çağırır? Bir nəfər parmağını qatdolasın ki, qardaş, bax, sən filan şeyə çağırırsan, sənin məqsədin var. Hətta biz heç bir şəxsə təqlidə də çağırmırıq. Əhl-i sünnəyə görə mütləq təqlid yalnız Allah Rasulundadır. Alimlər, məsələn, Əhl-i sünnəyə görə bir alimi təqlidləmək haramdır. Qətiyyən. Qətiyyən. Biz alimlərdə necə istifadə? Allahın ayəsi ilə. Fəsəlu əhlə zikri in kuntum la ta'lamun. Bilmədiklərdə zikr əhlindən soruşub öyrənin. Niyə? Həl yəstəvillezine ya'lamun vellezine la ya'lamun. De ki, heç bilənlər də bilməyənlər bir olar. Onlar elm əhlidir. Biz elm əhli deyilik. Quran və sünnə üzərində ictihad edir, hökm verirlər. Və biz o hökmə tabeyi birinə yox, bütün alimlərə. Hətta bizdə təqlid belə Allah Rasulundadır. Yəni biz iki dənə şeyə çağırırıq. İki dənə şey. Əhl-i sünnətin dəvətin əsasıdır. İki dənə şey. Bir, təvhidə, yəni muvahhid ol, yəni la ilahe illallah. İki, Allah Rasulunun sünnətinə, yəni sünnət əhli ol, yəni Muhammed Rasulullah. La ilahe illallah Muhammed Rasulullahdan başqa heç nə dəvətimiz yoxdur bizim. Kim iddia edirsə üçüncü şey gətirsin. Gətirsin, qoysun qabağımıza ki, la ilahe illallah Muhammed Rasulullahdan, təvhid və sünnətə tabiçilikdən, muvahhid və sünnət əhli ol deməyimizdən başqa bir iddiamız var. Heç nəyimiz yoxdur. Amma bax o biri firqələrə hərə bir şeyə çağırır. Hərə bir firqə deyir ki, təqlidsiz əməl batildir. Vacibdir ki, təqlid edəyəsən kimisə. Ona görə mən qayılıb demişdim ki, adını çəkmək istəmirəm. Qum tələbəsinə. Demişdim ki, yaxşı, bu şeyə görə birdən sabah İran və Azərbaycan müharibə eləsə. Vallahi bu sualı ona vermişdim bu şeyə görə. Fəqət fikrini öyrənmək istəyirdim. Özü də fiqh müəllimi idi. Çünki o deyir ki, təqlidsiz əməl batildir. Və İrandakı müctəhidlər fətva versələr ki, hamısı Azərbaycanda olan şiyələr öz millətinə qarşı vuruşsun, əməl necə olacaq? Təqlid vacib deyə yox. Vallahi dedi ki, təqlid vacibdir. Bəli. Vallahi. Hətta deyir ki, əlbət sənə vuruşacam. Vallahi adını çəkmək istəmirəm. Qum tələbəsi üzünə deyərəm həmin adamın. Dedi ki, bəli, təqlid vacibdir. Onlar hamı deyir. O bir şey nədir? Bu müsibət deyir. Bu hara çağırır? Zombi yox, bu lap dəhşətdir. Qardaş-qardaşla vuruşur. Hə. Sabah deyir, çünki niyə təqlidsiz əməl var? Yəni, o təqlid eləməsə, çünki bunlara görə müctəhid, bunlara görə ümumiyyətlə məsum imama tabi olmalısan. Məsum imam kimdir? Mehdi. O da qeybdədir. Hə, müctəhidlər onların naibləridir. Müctehidə tabi olan imama tabidir, onun itaətindən çıxan imamın itaətindən çıxıb və kafirdir. Ona görə nə fetva versə əməl edilməlidir, qutardı. Bu hara aparır səni? Ona görə deyirəm, bax, əl-sünnənin dəvətinə, burada heç nə düşmənçilik zaten yoxdur. Yola bax. Heç nə düşmənçilik yoxdur, qardaş. Vallahi. İki dənə şeydən başqa heç nəyə çağırmırıq. İxlasla.com saytı tərəfindən təqdim olundu.